Hədisdə var, Peyğəmbər buyurur ki, hər kəs bir alimə ehtiram eləsə. Hədis oxuyuram ha sizə. Hər kəs bir alimə ehtiram eləsə, bilirsiniz o neyniyib? Elə bil mənə hörmət eləyib. Nəyə bağlayır Peyğəmbər? Hər kəs mənə hörmət eləsə, elə bil Allaha hörmət eləyib. Bir yerdə buyurur, mən vəqqara alimən. Bir adam bir alimi böyük tuta, əzəmətli tuta. Fəqəd vəqqara rəbbəh. Böyük tuta, yəni nə? Özünü onun qabağında ədəbli yapar da, düzdür? Fəqəd vəqqara rəbbəh. Elə bir bu, Allahın Rəbbin böyük tutub. Yəni, söhbət ədəbdən gedirsə, fərq eləməz. Qarşındakı Peyğəmbər olsun, qeyri-Peyğəmbər olsun. Fərqi yoxdur, adi insan olsun. İnsan gərək o normalara riayət eləyə. Bir neçə dənə hədis oxuyuram sizə, çox maraqlıdır. Ədəblə ağlın rabitəsindən danışır. Buyurur, əl-ədəbu surətul əql. Ədəb ağlın üzüdür. İstəyirsən ağlı görəsən, bax şəxsin ədəbinə. Ağıl, onu gözlə görə bilmirsən ki, insanın vücudunda, rəftarlarında cilvələnib. Nə qədər insanın ədəbi çox olsa, o xəbər verir ki, bunun ağıl və zəkası çoxdur. Nə qədər insanın ədəbsizliyi çox olsa, məlumdur ki, ağılsızlığı çoxdur. Ədəblə ağlın bir rabitəsi var. Hədisdə var, əfdalul əql əl-ədəb. Ən fəzilətli ağıl, ağlın ən əfzəli ədəbdir. Hədisdə buyurur ki, əl-ədəbu fil insan şəcəratun. Ədəb ki var, insanda bir ağaca bənziyir ki, əsluha əl-əql, kökü ağıldır. Kökü ağıldır. Kullu şeyin yəhtacu iləl-əql. Hər bir şeyin ağla ehtiyacı var. İstəyirsən bir iş görəsən, ağla ehtiyacı var. Dərs oxuyasan, ağla ehtiyacı var. Ev tikəsən, nə bilim, təmir eləyəsən, nə inirsən, elə ağla ehtiyacı var. Çünki ağıl olmasa işi xarab eləyərsən. Yüz ölç, bir biç, ağıllandır bunların hamısı. Sən ki, xariqələr yaradırsan, ha? O xariqələr yaradırsan sənətində, özvə məxsus olan sahədə, onlar nəyin hesabınadır? Hamısı ağlın hesabınadır. Buyurur, hətta ibadət ki eləyirsən, o da ağlın hesabınadır. Allahı tanıyıb, Allahıva baş əyirsən, o da ağlın hesabı. Ağlı olmasaydı, nəuzubillah, Allah göstərməsin, olardı insan ruhi xəstə, heç ibadət ona vacib olmazdı. Kullu şeyin yəhtacu iləl-əql. Hər bir şeyin ağla ehtiyacı var. Buyurur, vəl-əqlu yəhtacu iləl-ədəb. Ağlın da ehtiyacı var. Nəyə? Ədəbə. Hədislərdə var ki, insan nə qədər çox ədəbsizlik eləsə, ağlından bir o qədər də götürülür. Bəzi hallarda deyir, o götürülən heç geri qayıtmır. Geri qayıtmır. Yəni, sən namaz qılmaqla deyil, namazı qıl burada, Peyğəmbəri səslə, böyük tanıma, uşaq tanıma, ağsaqqal tanıma, alim bilmə, hörmətin saxlama, ədəbdən kənar, ədəb normalarından kənar işlər, nə olacaq? O göstərəcək ki, sən ağlın o qədər də deyil. Hədislərdə var ki, Allah ibadətə baxıb savab verəndə, ibadət eləyənin əməlinə baxmır, ağlının dərəcəsinə baxır. Ağlının dərəcəsinə. Məsələn, 100 rəkat namaz qılmısan, indi baxırsan ki, öz-özlüyündə mənə savab verilsə birdən, bu yer-göyü tutmaz da, bu qədər rəkatın savabı, yer-göyü tutmaz. Allah o qədər savab verər. Baxırsan ki, Allah heç bir damcı da savab vermir ona. Təəccüblənir adam bəzən hədislərdə var, deyir Allah, bu boyda namaz, ibadət, filan, bir zərrə mənə düşmədi savabdan. Deyir ki, ona görə ki, səndə ağıl və zəka o qədər deyil. Mən sənin əməlvə baxmıram ki, əməlvi çoxaldırsan, kəmiyyəti çoxaldırsan. Mən səndə ağlın keyfiyyətinə baxıram. Əgər sənin əməlin az olsa, 2 rəkat olsa, hədisdə var ki, bir adamın 2 rəkat namazı qəbul olsa, cəhənnəm otu ona haram olar. 2 rəkat elə namazımızı qəbul elətdirə bilsək. Çox böyük əhəmiyyətli mövzudur ki, insan namazını aparıb Allah dərgahına salamat çıxarta bilər.
Böyüklərdən birinin bir yaxşı sözü var idi, həmişə deyirdi ki, özümü deyir qəbrə aparıb salamat çıxarta bilsəm şeytanın nəfsin əlindən xoşbəxt insanam. Ora aparıb insan özünü salamat çatdırar. Ağlın da ədəbə ehtiyacı var. Ədəb göstərir ki, sənin ağlın və zəkon nə qədərdir? Bir dənə mühüm sualdır, verib cavabını da verirəm. Baxın, insanın cəmiyyətdə rəftarları adətən nə ilə tənzimlənir? Qanunla və hüquqla. Qanun yazılır, o qanunla insanların rəftarları tənzimlənir. Lazım olanda cərimə tətbiq olunur. Məsələn, elə adicə məsələndirən bir dənə sürücülük yol hərəkəti qaydaları, nə qədər qaydalar var, nə qədər cərimələr var, nə qədər nəzarətlər var və digər sahələrdə fərqi yoxdur. İnsanların cəmiyyətdə adətən əsasən rəftarları tənzimlənir qanunla və hüquqla. Amma bir dənə sual verirəm. Aya başqa bir şey də var ki, insanların rəftarları onunla tənzimlənsin? Bunu qərb dünyasına sual verirsən, deyir yox. Ancaq insanları, cəmiyyəti qanunla, zorla idarə edib və cərimələr tətbiq eləməklə görürsünüz də nə qədər qaydalar, qanunlar çıxır. Dünyanın hər yerində. Demirəm pis şeydir, demirəm yaxşı şeydir, onunla işim yoxdur. Bəzən məcbur olur ölkə, işim ondan yox. Amma sözüm buradadır ki, hələ məsələnin nəzəri tərəfindən, o təcrübə tərəfindən yox, nəzəri tərəfindən danışıram ki. Bir dənə sualdır, gəlmişəm, verirəm mən İslam dünyasına, ya elə qərb dünyasına, fərqi yoxdur. Sən ki, bu qədər qanunlar, hüquq, ondan sonra cərimə, zor, filan, polis, nə bilim, hüquq keşikçisi, hüquq müdafiəçisi, bu qədər ki var ha. İnsan rəftarları ancaq bununla tənzimlənir, başqa şey yoxdur, deyir yox. İslama sual verəndə deyir, niyə var? O nədir? Deyir, ədəb. Misal çəkim sizə. Məsələn, bir cəmiyyətdə, deyək ki, bir kənddə, bir balaca bir yaşayış məntəqəsində insanların əksəriyyəti 99%-i mədəniyyət səviyyəsi çox yüksəkdir, ədəb-ərkan qaydaları çox yüksəkdir. Təsəvvür edin, o cəmiyyətdə qanun nə qədər olar? Qanun keşikçisi nə qədər olar? O cəmiyyətdə ki, hərc-mərclik çoxdur, mədəniyyət səviyyəsi demək olar sıfıra yaxınlaşır. Ədəb yox, ərkan yox, tərbiyə yox, ölçü yox, heç nədə. Təsəvvür edin, orada məcburdur ki, qanun çoxalsın. Deməli, insanların rəftarlarını din deyir ki, bir dənə də tənzim edən şey var. O nədir? Ədəbdir.